Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bildiyiniz kimi bu gün iyul ayının 14-dən artıq müəllimlərin işə qəbul imtahanına başlanıldı. Bu gün ilk olaraq informatika və ibtidai sinif ixtisasının imtahanıdır. İnformatika səhər seansında, ibtidai sinif ikinci seansdadır. Hələ ki əlimizdə informatikadan imtahana düşmüş metodika sualları var və həmin sualları bu gün sizlərə çatdırıram izahları ilə bir yerdə. Burada müəllimlər imtahandan çıxdıqca yadlarında qalan formada mənə deyiblər sualları. Digər hissələrini isə o boşluqları mən özümdən doldurmuşam. Əlavə variantlar qeyd eləmişəm burada. Yəni birəbir konkret olaraq imtahandakı sual olmasa da, amma əsas şərt hissəsi, düzgün götürülən cavab imtahandakılarla eynidir. Baxaq ilk sualımıza. Bəli, hər zaman qeyd edirəm ki, mütləq iş üsulları ilə bağlı bir yaxud iki sualınız olur. Düzdür, bəzi seanslarda düşməyə də bilir. İş üsulunun əvəzinə differensial təlim düşə bilər, interaktiv təlim düşə bilər. Amma mütləq təkrar olunmalı mövzulardan biridir. Müəllim mövzunu izah edir, sonra şagirdlərin anlamasını yoxlamaq üçün öyrənilənləri sadəcə sadalamağı yox, ümumiləşdirmələrini, nəticə çıxarıb qısa ifadə etmələrini tələb edir. Müəllimin fəaliyyəti hansı iş üsuluna aiddir? Nəticə çıxarırlar, ümumiləşdirmə eləyirlər və sonda qısa ifadəsi olub orada. Qısaca bunu danışacaqlar, qısaca ifadə eləyəcəklər. Biz öyrənmişik ki, Sinkveyn iş üsulu fikrin lakonik, konkret, əsas mahiyyətin daha qısa şəkildə müəyyənləşməsi üçün bu məqsədi daşıyan üsullardandır, hansı ki, beşlik mənasını verir. Uşaqlar bir isimdən, ona aid olan iki sifətlə, üç feillə, dörd sözdən ibarət olan cümlə yaxud söz birləşməsi ən sonda yenidən bir ifadə ilə əsas mahiyyəti ifadə edirlər. Burada da sondakı bu qısa ifadəsi bizə işarə edir ki, lakonikləşdirməni ön planda tutan Sinkveyn üsulunu işarə edək. Digər sualımız situasiyadır. Müəllim şagirdlərin maraqlarına uyğun təlim fəaliyyətlərini seçib, sonra isə ona uyğun təlim nəticələrini müəyyən edir. Müəllimin yanaşmasındakı əsas səhv nədədir? Planlaşdırma ilə bağlı suallarımızdan biridir. Yenə də dəfələrlə qeyd etmişəm ki, planlaşdırmanı mütləq təkrarlayın. Ya planlaşdırmanın özü, ya təlim nəticəsi ilə bağlı sual düşmə ehtimalı böyükdür və budur. Bu gün qarşımızda bu sual düşüb. Variantların bir qismini mən özümdən burada tamamlamışam. Müəllim planlaşdırmada yalnız şagirdlərin maraqlarını əsas götürərək dövlət standartlarını tamamilə kənarda qoyur. Burada uşaqların maraqlarını müəllimin nəzərə alması var. Amma müəllimin eyni zamanda təlim nəticəsini müəyyən etməsi də var. Təlim nəticəsi bilirik ki, standarta əsasən müəyyən olunur. Yəni burada dövlət standartının kənara qoyulması yoxdur. Müəllim dərsin məqsədini müəyyən edərkən qiymətləndirmə vasitələrindən istifadə etmir. Situasiyamızda qeyd olunub ki, uşaqlara təlim fəaliyyətləri seçib. Təlim fəaliyyəti nədir? Tapşırıqlardır, üsullardır ki, zaten bunlarla biz şagirdin dərsin təlim nəticəsinə nə dərəcədə çatıb-çatmadığını yoxlayırıq. Qiymətləndirmə üsulları hesab olunur. Ona görə bu da müəllimin səhvi olan hissə deyil. Müəllim təlim fəaliyyətini şagirdlərin potensial imkanlarına deyil, yalnız onların istəklərinə uyğunlaşdırır. Burada uşaqların marağının nəzərə alınması var, amma potensialının nəzərə alınmaması yoxdur deyə C variantındakı fikri əsaslandıra bilmirik. Müəllim geriyə planlama addımlarını düzgün ardıcıllıqla tətbiq etsə də, vaxt bölgüsünü yanlış aparır. Burada deməli, vaxt bölgüsü ilə bağlı situasiyamızda heç nə yoxdur. Düzdür, geriyə planlama addımlarını müəllim düzgün ardıcıllıqla aparmayıb. Çünki birinci təlim nəticələri müəyyənləşib, ondan sonra qiymətləndirmə, sonra təlim fəaliyyətləri müəyyənləşməlidir. Amma eyni zamanda bu vaxt bölgüsü ilə bağlı müəllimin yanlışlığı olmadığı üçün səhv olaraq biz bunu götürmürük, müəllimin səhvi. Müəllimin səhvi E variantındadır. Müəllim təlim nəticələrini müəyyənləşdirmədən təlim fəaliyyətini seçir. Əslində birinci təlim nəticəsi müəyyənləşməlidir. Ona uyğun qiymətləndirmə meyarı, üsul vasitəsi, ona da uyğun, ikisinə bir yerdə uyğun təlim fəaliyyətləri, strategiyalar, iş üsulları, iş forması, təlim modeli, tapşırıqlar və s.
Müəllimin əsas səhvi müəllimlər E variantındadır. Məncə bəsit, sadə sualdır. Müəllim şagirdi iştirak edəcəyi müsahibəyə hazırlaşdırır. Şagirdin anlama dərəcəsi yüksəkdir. Müəllim şagird pis olmasın, həvəsdən düşməsin deyə hazırlıq prosesində onun səhvlərini özünə bildirmir. Şagird müsahibədə iştirak etdikdən sonra real nəticəsini gördükdə güclü məyusluq yaşayır və müəllimə olan inamını itirir. Müəllimin yanaşmasındakı əsas səhv nədən ibarətdir? Təzə əlavə olunan mövzularımızdan birində biz qeyd etdik ki, müəllim mütləq konqruentliyə əməl etməlidir. Nədir konqruentlik? Dürüst olmaq. Nədirsə onu bildirmək, süni şəkildə saxtalıq yaratmamaq. Bax, bu məhz həmin situasiyaya əsaslanan bir sualdır. Burada düzgün cavab, yəni müəllimin əsas səhvi ondan ibarətdir ki, şagirddə ideal mən ilə real mən arasındakı əlaqəni uğursuz qurub, dürüst yanaşmayıb. Bəli, imtahanda da cavab məhz bu götürülüb. Digər variantları mən özümdən tamamlamışam ki, test formasını alsın sual. Şagirdin idraki fəallığını düzgün qiymətləndirməyib, hazırlıq müddətini az saxlayıb. Burada az məşğul olması yoxdur situasiyamızda. Və plus da deyir, uşağın anlama dərəcəsi yüksəkdir. Müəllim bunu qiymətləndirmə zamanı aşkarlayıb da anlaması yüksək olduğunu. Ona görə B müəllimin səhvi deyil. Müvafiq rəyi vaxtında versə də müsahibə suallarının çətinlik dərəcəsini şagirdin səviyyəsinə uyğunlaşdırmayıb. Burada müəllim müsahibəyə hazırlaşdıran roldadır. Müsahibə sualını müəllim tərtib etməyib deyə bu da səhv olan hissə deyil. Şagirdin daxili motivasiyasını yüksəltmək üçün yalnız neqativ tərəfləri qabardıb, müsbət tərəfləri diqqətdən qaçırdıb. Bu da situasiyanın tam tərsidir. Əksinə, situasiyada neqativləri verməyib, həvəsdən düşməsin deyə uşağı ruhlandırıbdır. Konstruktiv rəy vermək əvəzinə şagirdə tamamilə sərbəstlik verib və hazırlıq prosesinə nəzarəti itirib. Bəli, konstruktiv rəy verməyib. Bu doğrudur. Amma müəllimin burada nəzarəti itirməsi, sinfi idarə edə bilməməsi, şagirdin davranış pozuntusu sərgiləməsi, lazımsız dərəcədə sərbəstliyi yoxdur axı situasiyada. Ona görə uyğun olan fikir məhz A variantıdır. Summativ qiymətləndirmənin əsas məqsədinə aid olmayanları seçin. Şagirdin gündəlik fəaliyyətini, inkişaf dinamikasını izləyən, mən ipucu vermişəm, i hərfləri inkişaf, izləmək, istiqamətləndirmək formativə aiddir və bunu seçirik aid olmadığı üçün. Müəyyən təlim mərhələsi üzrə yekun nailiyyəti ölçülür. Yekunlaşdırıcı, bəli, summativdir. Bu aiddir. Təlim prosesi zamanı şagirdlərin qarşılaşdıqları çətinlikləri müəyyən edərək təlim fəaliyyətini tənzimləyir. Təlim prosesi zamanı deyil, yəni söhbət dərsdən gedir. Dərsdəki qiymətləndirməmiz davamlı olan, gündəlik həyata keçirilən formativdir. Məktəbin nailiyyətini ölçür, bu summativdir. Necə məktəbin nailiyyətini ölçür? Misal üçün, neçə uşaq sinifdə qaldı, sinifdən sinifə keçə bilmədi, əlaçılar, zərbəçilər, yəni bunlar hamısı summativlə üzə çıxır. Şagirdi vaxtında və konstruktiv rəy verməklə onun öyrənmə prosesini irəliyə aparır. Dediyim kimi, i hərfləri hardadır? Formativdədir. Bu da formativdir, 3 də formativdir və aid olmayanlar 1, 3, 5 A variantı. İndi burada izləmək birinci olduğu kimi düşüb, yekun olan hissə düşübdür. Məktəbin nailiyyətini ölçmək düşübdür. Digər ikisini də sualı tamamlamaq üçün mən özümdən əlavə etmişəm. Yəni girib orada rəylərdə yazmayın ki, yox, sual belə deyildi axı. Yəni fərqindəyik belə deyildi. Zaten insan biraz imtahanın həyəcanı, biraz imtahandan çıxandan sonra o terminlər adamın yadında qalmır. Yəni müdavimlər başın deyir, ayağın biz tamamlayırıq. Ayağın deyir, başın biz düzəldirik ki, sizlərə faydalı olaq, sizə çatdıraq ki, yəni seansda bu düşübdür. Gələcək seanslar buna oxşar düşə bilər. Bu mövzunu təkrarlayın, bu hissəyə diqqət yetirin. Ki, video izahın məqsədi dəstəkdir, köməkdir. Video izahın məqsədi 100% imtahan suallarını çatdırmaq deyil. Xahiş edirəm bunu düzgün anlayaq. Müəllim, yox, daha doğrusu şagirdlər təqdimatı tamamilə səhv nümayiş etdirirlər. Müəllim isə onların səhvlərinin heç birini diktə etmir. Sadəcə sonda qiymətləndirmə aparır. Müəllimin bu yanaşması ilə bağlı düzgün olan variantı seçin. Bu tipdə biz sınaqlarımızda çox sayda test işləmişik. Tamamilə doğrudur, qismən doğrudur, doğrudur, yanlışdır. Sizə yəqin ki, böyük ehtimalla tanış gəlir. Deyir, tamamilə doğrudur. Çünki layihə işinə və ya təqdimata dərhal müdaxilə etmək doğru deyil. Səhvləri tapmaq şagirdlərin özlərinə tapşırılır.
Vergülə qədər problem yoxdur, amma vergüldən sonra artıq problem var. Səhvləri tapmaq layihədə şagirdin özünə tapşırılmır. Düzdür, şagirdlər bir-birinin işini layihə daxilində rəy bildirib qiymətləndirirlər, amma unutmayaq ki, layihədə müəllim də yaxından fasilitatorluq edir uşaqlara, istiqamət verir, əks əlaqə qurur, yol göstərir. Bu üzdən A variantı düzgün olan yanaşma deyil. Qismən doğrudur. Müəllim axıra qədər gözləməlidir ki, şagirdlər təqdimat etsinlər. Sonra korrekt edici əks əlaqə qurmalıdır. Bəli, düzgün cavabımız məhz budur. Həqiqətən də deyir sonda qiymətləndirmə aparır. Demir axı ümumiyyətlə uşaqları boşda buraxır. Ə, Dərhal diktə eləmir. Yəni hazıra nazir səhvi vermir. Gözləyir təqdimat eləsinlər, bir-birlərini eşitsinlər, dinləsinlər. Ondan sonra axırda əks əlaqə qurub qiymətləndirmə aparır da. Zaten əks əlaqə rəy vermə formativ qiymətləndirmə hesab olunur. Yanlışdır. Müəllim şagirdlərin səhvlərini elə təqdimat zamanı dərhal sinfin qarşısında düzəltməli idi ki, AB olduğu kimidir imtahanda, amma digər 3 variantı mən özümdən əlavə eləmişəm. Müəllim şagirdlərin səhvlərini elə təqdimat zamanı dərhal sinfin qarşısında düzəltməli idi ki, digər şagirdlər də həmin səhvləri öyrənməsinlər. Bu görürük ki, düzgün yanaşma deyil, uşağı başqalarının yanında pərt eləmək, həm də ki, psixoloji tərəfini bir kənara qoysaq, hazıra nazir şəkildə biz özümüz düzəltdikdə bu ənənəvi yanaşma hesab olunur. Biz elə bir şərait qurmalıyıq ki, uşaq özü bizim istiqamətimizlə səhvini tapıb düzəldə bilsin. Yanlışdır. Müəllim təqdimatı yarıda saxlamalı və mövzunu şagirdlərə yenidən izah etməli idi. Ə, Bir neçə səhvə görə mövzunu başdan izah etməyə ehtiyac yoxdur. Bu əlavə vaxt itkisidir. Qismən doğrudur. Müəllim yalnız təqdimat bitdikdən sonra şagirdlərin səhvlərini özü birbaşa diktə etməlidir. Burada da görürsüz müəllim mərkəzlilik var, ənənəvi yanaşma var. Səhvlərin hazır şəkildə uşaqlara informasiya olaraq çatdırılması var. Bilirsiniz ki, bu da müasir kurikulumda qəbul edilməzdir. Şagird digər yoldaşlarına qarşı kobud rəftar edir, qıcıqlandırıcı davranır. Müəllim ona belə bir sual verir. Birinə kobud söz deməzdən əvvəl 5 dəqiqə dayan və düşün. Həmin sözlər sənə deyilsəydi, sən özünü necə hiss edərdin? Hansı hissləri keçirdərdin? Yeni əlavə olunmuş pozitiv intizam mövzusu ilə bağlıdır. Burada müəllim pozitiv intizam yaradır. Yəni cəza ilə, hədə-qorxu ilə, kənar təsirlə yox, uşağın öz düşüncəsi ilə, öz daxili motivasiyası ilə özünü düzəltməyinə kömək eləyir. Deyir, müəllimin bu yanaşma ilə şagirddə formalaşdırmaq istədiyi əsas xüsusiyyət nədir? Şagirddə empatiya hissi formalaşdırmaq, indi orada deyəsən sosial emosional öyrənmə olubdu. Dəqiq bilmədiyim üçün qalanını belə tamamlamışam ki, emosiyalarını idarə etməsini təmin etmək. Bəli, görürük ki, müəllim bu sualı verməklə biraz da Daniel Golemanın emosional intellekt nəzəriyyəsi və sosial emosional öyrənmə mövzularına da əlaqəlidir bu sualımız ki, orada mərhələlərdən biri empatiyadır, sosial müqavilə mərhələsidir. Uşaq görür ki, həqiqətən də bunu düşünəndə mən özümü necə hiss eləyərdim? O qarşı tərəfin, sinif yoldaşının yerinə özünü qoya bilir, onun hansı hisslər keçirtdiyindən xəbərdar olur, ona empatiya qura bilir. Digərləri niyə cavab deyil? Digərlərini özümdən əlavə etmişəm. Şagirdi etdiyi hərəkətə görə cəzalandırmaq və digər yoldaşlarından uzaqlaşdırmaq. Görürsüz ki, ənənəvi metoddur və uşağı prosesdən kənarlaşdırmaq olduğu üçün qəbul edilmir. Şagirdi sinif qarşısında tənqid edərək digər uşaqlara nümunə göstərmək. Bu da uşağı e, belə deyim də sinif qarşısında pərt eləməkdir, müzakirə obyektinə çevirməkdir ki, psixoloji olaraq sağlam psixoloji mühitin pozulmasıdır, uşağına mənfi təsir göstərir, onu qapalı düşüncə tərzinə gətirə bilər. Şagirdin davranış qaydaları haqqında olan nəzəri biliyini qiymətləndirmək. E, Davranış qaydaları haqqında bəlkə də bu uşaq hər şeyi bilir, qaydaları əzbər bilir, amma gəl ki, ona əməl etmir. Yəni D variantı da formalaşdırmaq istənilən əsas xüsusiyyət deyil. Şagirdin dərsə olan diqqətini artırmaq, onun akademik nailiyyətini yüksəltmək. Bu da xoşagələn bir variant olsa da, uşağın hələ diqqətinin dərsdə olması, qiymətinin yaxşı olması, emosiyalarını bu şəkildə tənzimləməsi, yoldaşına empatiya qurması anlamına gəlmir. Ona görə də ola bilər ki, ən yaxşı oxuyan şagirddir, amma yenə də belə hərəkətlər eləyir. Bu mümkündür. Ən uyğun cavabımız A variantındadır. Kompüter şəbəkələri mövzusunda təqdimat edən şagird üçün müəllimin verdiyi hansı rəy konstruktiv rəy hesab olunur? Rəylərlə bağlı demişdim ki, mütləq bir sualınız var. Həqiqətən də gəldi seansımızda. Nəyi demişəm ki, 100% düşəcək? Həqiqətən də 100% oradan sual var. Bir dənə
inteqrasiyanı demişdim 100% düşəcək. Bu seansda düşməyib, amma ola bilər ki, qarşıdakı imtahanlarda olsun. Rəylər müəllimlərin tam yadında qalmayıb. Mənə deyiblər ki, müəllimə birində uşağı ancaq tərifləmək idi, birində səhvini deyirdi, düzünü demirdi, birində düzünü deyirdi, səhvini demirdi, birində ümumi rəy idi. Yəni onların o dediklərinə uyğun mən variantları özümdən burada qurmuşam. Afərin. Çox gözəl təqdimat idi. Sən hər zaman dərslərində belə fəal və çalışqansan. Səndən fəxr edirəm. Bu konstruktiv rəy deyil. Çünki uşaq sadəcə təriflənilir. Uşağın fəallığı təriflənilir. Dərsdəki fəallığı, dərsdəki aktivliyi, çalışqanlığı. Halbuki konstruktiv rəy dərsin məqsədi ilə bağlı, kompüter şəbəkələri ilə bağlı deyil görürsüz. Uşağın şəxsiyyətinə yönəlibdir, emosional rəydir. Dərsin təlim nəticəsi ilə bağlı idraki fəaliyyətinə yönəlməlidir. Təqdimatda şəbəkə topologiyaları mövzusunu tamamilə yanlış izah etdim və slaydlarında çoxlu səhvlər var idi. Burada da səhvini qeyd edib, amma necə aradan qaldırmaq üçün istiqamət verməyib, gələcəyə yönəltməyib deyə konstruktiv deyil. Slaydların dizaynı maraqlı idi. Təqdimat zamanı səs tonun da yaxşı tənzimlənmişdi. Çıxışını bəyəndim. Lakin səhvlərin də oldu. Burada da konkret olaraq səhvlər hardadır? Aydın, spesifik qeyd edilmədiyi üçün, şagirdə anlaşıqlı olmadığı üçün konstruktiv rəy deyil. Təqdimatında yerli şəbəkələrin üstünlüklərini çox yaxşı qeyd etmisən. Bax, müsbət tərəf qeyd olunub, həssaslıqla verilib rəy. Lakin qlobal şəbəkələrlə bağlı hissədə boşluğum var. Səhvdə qeyd olunub. Dərslikdəki üçüncü paraqrafı yenidən nəzərdən keçirib, regional və qlobal şəbəkələrin fərqini cədvəl şəklində qeyd etməyi düşün. İstiqamət də verib gələcəyə yönəldilib. Bütün prinsiplər qorunulduğu üçün D variantı konstruktiv, yəni effektiv rəydir. Mövzunu tam başa düşmədiyin görünür. Gələn dəfə bu mövzuya daha ciddi hazırlaşsan yaxşı olar. Burada da konkret deyil. Yəni nə başa düşməyib uşaq mövzuda, nədədir onun səhvi? Ümumi şəkildə verilibdir rəy. Aydın, anlaşıqlı deyil ki, dəqiq olaraq səhvimiz nədədir? Digər sual. Dərs zamanı iki şagird mövzu ətrafında mübahisə edir və onların fikirləri bir-birinə tamamilə ziddir. Bu situasiyada müəllim prosesin səmərəli olması üçün nə etməlidir? Şagirdlərin fikirlərini ümumiləşdirib dərslikdəki qaydaya ən yaxın və üstün olanını seçməlidir. Burada uşaqlar müzakirə prosesindədirlər, fikirlər bildirirlərsə, sənin fikrin düzdür, sənin fikrin səhvdir, ən üstünü budur deyib uşaqları bir-biri ilə üzləşdirmək lazım deyil. Bizə müzakirədə nə lazımdır? Fikirlərini əsaslandırsınlar. O da B variantındadır. Hər iki şagirdə öz nöqteyi nəzərini dəlillərlə müdafiə etmək və əsaslandırmaq üçün imkan yaratmalıdır. Bəli, çünki bu şagirdlərdə həm tənqidi təfəkkürü inkişaf etdirir, yuxarı təfəkkür səviyyəsi formalaşır, düzgün tənqid etmə bacarığı formalaşır və s. Mübahisənin dərsin vaxtını aparmaması üçün hər iki şagirdin fikrini rədd edib doğru variantı özü izah etməlidir. Bu müəllim mərkəzlilikdir, avtoritarlıq var burada qismən. Biz hər şeyi hazır şəkildə özümüz verməli deyilik, uşaq buna çatmalıdır. Fikri zidd olan şagirdlərdən birini digərinin fikrini müzakirəsiz qəbul etməyə məcbur etməlidir. Bu da tənqidi təfəkkürə tamamilə ziddir. Qarşı tərəfin fikrini olduğu kimi qəbul etmək, bəli, lazımdır. Amma müzakirəsiz, qeyd-şərtsiz qəbul etmək yox da. Yəni görürsən ki, qarşı tərəf deyir qatıq qaradır. Sən sübut eləməlisən ki, qatıq ağdır. Əsaslandırıb arqumentlərlə müdafiə etməlisən öz mövqeyini. Mübahisə edən şagirdləri sakitləşdirmək üçün onları dərslə bağlı olmayan fərqli fərdi tapşırıqlara yönləndirmək. Dəfələrlə sınaqlarımızda biz bunu işləmişik. Fərdi tapşırığa yönəltmək problemi həll etmək deyil, sadəcə problemdən qısa müddətli qaçmaqdır. Qrup işi zamanı bir şagirdin olduqca aktiv fəaliyyət göstərdiyi, digərlərinin isə fəal görünsələr də nəticədə heç bir iş görmədiyi müəyyən edilir. Bu situasiyada qrup işinin səmərəliliyini təmin etmək üçün müəllimin atacağı ən effektiv addım hansıdır? Qrup daxilindəki aktiv şagirdin liderliyini gücləndirmək, digər üzvlərin də yalnız onu dinləməsini tələb etmək. Bizim sınağımızın konkret belə bir situasiyası var. İşləmisiniz siz sınaqda. Eyni cavablardır həmçinin. Bax, bu düzgün deyil, çünki zaten o biri uşaqlar passivdirlər. Bir də onları əlavədən dinləyici mövqeyinə keçirsək, ümumiyyətlə prosesdən kənar qalacaqlar, passivləşəcəklər. Hər bir şagirdə fərdi məsuliyyətini aşılamaq və qrup daxilində konkret rol bölgüsü həyata keçirmək. Birəbir bizim sınağımızın situasiyası da gəlib düşüb imtahana və cavab B variantı götürülübdür.
Bəli, belə olduğu təqdirdə uşaqlar hər kəs öz vəzifəsini yerinə yetirmək üçün məsuliyyət hiss eləyirlər və təkcə yük qrupda bir nəfərin üstünə düşmür. Hamı bir yerdə çalışır. Hamı öz işinin öhdəsindən layiqincə gəlməyə cəhd eləyir. Heç nə etməyən şagirdləri qrupdan kənarlaşdırıb onlara fərdi tapşırıq işlətmək, bayaq bunu izah elədim. Bu problemi həll etmək deyil, problemdən sadəcə qısa müddətli baş götürüb qaçmaqdır. Qrup işinin nəticəsini yalnız aktiv şagirdin təqdimat bacarığına əsasən qiymətləndirmək və bütün qrupa eyni bal yazmaq. Görürsüz ki, bir nəfərə görə hamıya eyni bal yazılır. Bu ədalətliliyə ziddir. Şagirdlərin bir-birini tənqid etməsinə şərait yaratmaq, ən az iş görən şagirdin adını sinif qarşısında elan etmək, həmin uşağı bütün sinifin qarşısında müzakirə obyektinə çevirmək, pərt eləmək, sındırmaq, həm sinif daxili dəstəkləyici mühitin, sağlam psixoloji mühitin pozulmasına, həm də həmin uşağın qapalı düşüncə tərzinə keçib get-gedə daha da passivləşməsinə gətirib çıxaracaq. Və iki taksonomiya sualı düşüb bu gün informatika seansına. Onlardan biri budur. Məsələnin həllinin blok sxemini qur, öz sözlərində izah et. Bəzi müəllimlər blok sxemi qur eşidən kimi tez gedib tətbiq etmək götürüblər, amma burada tətbiq etmək deyil, öz sözləri ilə bunu izah eləyirlər. Başa düşdükləri şəkildə, anladıkları şəkildə cavabımız məhz anlamaq mərhələsidir. Və həm də ki, burada məsələni həll etmirlər ki, tətbiq etmiş olsun. Həll var zaten. Həll yolunun blok sxemini qururlar. Yəni anladıkları kimi o blok sxemi nə dərəcədə başa düşüblər, onu nümayiş etdirirlər. 11-ci sualımız da bu yenə də müəllimlərin səhv etdiyi suallardan biridir. Bitkilərin gecə-gündüz avtomatik suvarılması üçün proqram qur. Bir çoxu tez yaratmaq mərhələsini götürüblər. Unutmayaq ki, yaratmaq elə bir mərhələdir ki, ən üstün fəaliyyətidir insanın. Heç bir yerdə olmayan, analoqu olmayan, tamamilə yeni, alternativ bir ideya ortaya qoyursan, bir şey hazırlayırsan. Axı uşaqlar informatika dərsində proqram dillərini keçiblər. Yəni burada uşaqlar proqram qur dedikdə özlərindən təzə bir proqramlaşdırma dili kəşf eləmirlər, icad eləmirlər. Dərsdə öyrəndikləri proqramlaşdırma dili vasitəsilə bu proqramı qururlar. Yəni dolayısıyla öyrəndiklərini müəllimlər tətbiq eləmiş olurlar. Burada yaradıcı nəsə yoxdur. Sensasiya olan suallardan biri də günün sualı məhz bu idi. Müəllim aşağıdakı fəaliyyətlərdən hansını etsə, şagirdlərdə fəal vətəndaşlıq ruhunu daha effektiv şəkildə aşılamış olar. Sizin dediklərinizə uyğun düz cavabdan başqa iki dənə mən burada özümdən əlavə cavab qeyd etmişəm ki, test formasını alsın sualımız. Fəal vətəndaşlıq nədir yadımıza salaq? Bax, kompetensiyalarla bağlı düşübdür. Ola bilər sabah sahibkarlıq kompetensiyası ilə bağlı düşsün, savadlılıq kompetensiyası düşsün, rəqəmsal kompetensiya düşsün, kompetensiyalara da bir daha göz gəzdirin. Fəal vətəndaşlıq odur ki, cəmiyyətdə sən bir vətəndaş olaraq nələri etməlisən, nələri etməməlisən, ölkənin gündəmi ilə bağlı məlumatlısan, ölkən haqqında məlumatlısan, vətəndaş olaraq müəyyən qərarlar verməyi bacarırsan, vətəndaşlıq borcunu hiss eləyirsən və s. Müəllim deyir, sinifdə aktual ictimai və ekoloji məsələlərlə bağlı müzakirələr təşkil edir, şagirdlər fikirlərini əsaslandırırlar, nə bilim, praktiki işlərə onları yönəldir. Həqiqətən də bu fəal vətəndaşlığı uşaqlarda inkişaf etdirir də. Çünki ictimai məsələlər dövlətin məsələləri ilə bağlı hər bir vətəndaşın bilməli olduğu şeylərdir, riayət etməli olduğu məsələlərdir. Nəticə olaraq, nəticəni özümdən qeyd etmişəm. Şagirdlər cəmiyyətdəki real problemləri təhlil etmək, tənqidi düşünmək və ictimai faydalı fəaliyyətləri praktikada tətbiq etmək bacarığı qazanırlar. Bəli, düzgün cavab da məhz buna oxşar bir cavab olub. Digər variantlar, misal üçün B-də deyir ki, emosionallığı vətənpərvərlik hissini inkişaf etdirmək məqsədi ilə yalnız bədii mətnlər oxudur. Mövzuya uyğun şeir, qəhrəmanlıq hekayələri əzbərlədir. Vətənpərvərlik görən kimi tez bu cavabı götürmək istəyirik, amma baxırıq ki, mətn oxutmaqla, şeir əzbərlətməklə, hekayə əzbərlətməklə bəyəm adamda fəal vətəndaşlıq formalaşır? Xeyr. C variantı deyir, müəllim şagirdlərə fərqli ölkələrin dövlət quruluşlarını, idarəetmə formalarını müqayisə etməyi tapşırır. Bununla bağlı fərdi referatlar hazırladır. Burada da görürsünüz ki, başqa ölkələr haqqında məlumatlıdır. Mədəni müxtəlifliyə hörmət formalaşır uşaqlarda. Fəal vətəndaşlıq öz ölkəndən.
Öz ölkən deməyək də, daha doğrusu vətəndaşlıq borcu ilə bağlı olan şeylərin uşaqlarda formalaşmasıdır. Burada isə başqa dövlətlərin vətəndaşlıq yox, başında duran, yəni idarə edənlərlə bağlı, idarə etmə formaları ilə bağlı bilik, bacarıq aşılanır şagirdə. Müəllimin deyir, yanlış fəaliyyətini müəyyən eləyin. Şagirdin fərdi marağını öyrənmək üçün valideynlə əlaqə qurur, ondan öyrənmə fəaliyyəti üçün rəy alır. Bax, yanlış olan məsələ bu variantdır. Digərlərini özümdən qurmuşam. Niyə yanlışdır? Uşağın marağını biz özümüz üzə çıxarmalıyıq diaqnostik qiymətləndirməklə, anket sorğularla, uşaqla müsahibə, danışıq, fərdi söhbət, onu müşahidə edirik biz asudə vaxtlarında, tənəffüsdə və s. E, Görün bunun marağı nəyədir? Hobbisi nədir? Daha çox aktual onun üçün nədir? Ki, dərslərdə mən uşaqların maraqlarını nəzərə ala bilim. Valideynlə əlaqə qurmaq burada problem deyil, amma öyrənmə fəaliyyəti üçün valideynlər rəy almaq artıq bu müəllimin qeyri-peşəkarlığıdır. Çünki öyrənmə fəaliyyəti nədir? Öyrənmə fəaliyyəti onların maraqlarına uyğun iş üsulları qururuq, tapşırıqlar hazırlayırıq, metodlar müəyyənləşdiririk, iş formaları. Artıq o müəllimin özünün etməli olduğu işlərdir. Valideynin ona deyəcəyi işlər deyil. Misal üçün, burada deyir, şagirdin evdəki öyrənmə şəraiti, ümumi inkişaf dinamikası barədə məlumat almaq üçün valideynlə əməkdaşlıq edir. Bu ola bilər, problem deyil. Şagirdin davranış problemlərini aradan qaldırmaq üçün valideynlə mütəmadi fərdi görüşlər təşkil eləyir. Bu da ola bilər. Hətta fərdi görüş konfidensiallığın, məxfiliyin qorunması baxımından daha görür ki, yaxşı addımdır. Şagirdin rəsmi qiymətləndirmə nəticələrini valideynə digər valideynlərin yanında yox, təklikdə təqdim edir. Burada da görürsüz, təklikdə konfidensiallıq, məxfilik qorunur. Məktəbdənkənar tədbirlərin, xeyriyyə yardım hərakalarının təşkilati işlərinə valideynləri könüllü kimi cəlb etmək. Burada da yenə də valideynlərin hüququ təmin olunur, onlarla əməkdaşlıq qurulur. Yanlış olan A variantıdır, çünki valideyn öyrətməli deyil öyrənmə fəaliyyətini müəllimə. Müəllim özünü bunu peşəkarlığını istifadə edib tənzimləməli, planlaşdırmalı, qurmalıdır. Məntiq xətaları haqqında verilmiş fikirlərdən hansı yanlış olan fikirdir? Bəzən insanlar hörmətli bir şəxsin elədiklərini kor-koranə təhlil etmədən təkrar eləyirlər. Bu məntiq xətası olduğu üçün proses yanlış nəticələrlə tamamlana bilir. Bu özünü bənzətmək məntiq xətasıdır, bəli və düzgün fikirdir. Qarşındakı şəxsin arqumentlərinin güclü olduğunu görəndə məsələni bilə-bilə başqa istiqamətə yönəltmək məntiq xətasını gətirib çıxarır. Bu da bəli, həqiqətən də məntiq xətasıdır. Bilə-bilə başqa istiqamətə yönəltmək. Hansı məntiq xətasıdır? Bu ən son təzə əlavə olunan məntiq xətalarındandır. Hətta sizlə ipucu vermişdim. Deyirəm, boş-boş suallar verirsə, boş adam məntiq xətasıdır. İnkar edir, boynundan atır, boynuna qoya bilmirsənsə, çox mənalı danışmaq məntiq xətasıdır. Bilə-bilə fərqli istiqamətə yönəltmək, bəli. Bu, boş adam məntiq xətasıdır. Şagirdin məntiq xətaları haqqında məlumatlı olması qarşısındakının məntiq xətalarına yol verdiyini müəyyənləşdirib onun səhvlərini düzəltməsinə xidmət etməlidir. Bu ilk baxışdan qulağa xoş görünsə də, amma yanlış olan cavabdır. Çünki biz məntiq xətalarını uşaqlara ona görə öyrətmirik ki, başqasında səhv tutsun, başqasının səhvini düzəltsin. Ona görə öyrədirik ki, özü məntiq xətasına yol verməsin. Nə məntiqlidir, nə məntiqsizdir, nə əsaslı mühakimədir, nə əsassız mühakimədir. Bunu ayırd eləsin, düzgün tənqidi yanaşma nümayiş etdirsin, öz mövqeyini müdafiə eləyəndə əsaslandırılmış fikirlərini ortaya qoya bilsin. Şagirdə məntiq xətaları haqqında məlumat vermək lazımdır ki, öz fikirlərini əsaslandırmaq üçün arqument gətirəndə onların daha əsaslı və güclü olmasına diqqət yetirsinlər. Bəli, bu doğru fikirdir. Əlimdə olan suallar bu qədərdir. Yəni tam belə 100-ə 100 imtahanın sualı qarşınızda olmasa belə, imtahandan çıxan müəllimlərin dediklərinə, söylədiklərinə uyğunlaşdırıb burada sual formasına salıb sizlərə təqdim etdim ki, qarşıda imtahanı olanlar da bundan faydalansınlar, daha çox nəyə diqqət yetirməli olduqlarını bilsinlər. İmtahan üçün mən tövhələrimi, məsləhətlərimi dünənki dərsimizin sonunda ətraflı vermişəm. Kimin məlumatı yoxdursa, dünənki dərsimizin, dünənki dediyimiz, yəni ayın 13-ü tarixində açdığım Zoom-la bağlı olan dərsimiz nəzərdə tutulur. Orada axırda qeyd eləmişəm, bir daha dinləyin imtahandan öncə və
Bu gün bir şey də qeyd etmək istəyirəm ki, bax, mən fikir verdim ki, kimlər kurikulumdan başlayıbsa, yüksək nəticə göstəriblər. Kimlər ixtisasdan sonra kurikuluma keçiblərsə, vaxtları çatmayıb. Biri deyir, kurikulumdan 5 sualıma baxa bilmədim, biri deyir, 3 sualıma baxa bilmədim və səhvləri çox çıxıbdı. Bu çox təbiidir və normaldır. Mən bunu dünənki dərsdə də sizə qeyd etdim ki, birinci kurikulumdan başlayın. Çünki kurikulumun hesablaması, ədədi, rəqəmi, beyin yoran şeyləri yoxdur. 20 dənə sualdır. 20-25 dəqiqə vaxtını sərf elə, işarə elə, ondan sonra keç, ixtisasla vaxtını düzgün bölüşdür. Çünki ixtisasın 40 sualından sonra sən kurikuluma keçdikdə yorğun beyinlə keçirsən kurikuluma, hansı ki orada ən bəsit, ən sadə suallardır, sizə bal qazandırır, artıq onları da səhv işarələyirsən. Və ikinci qızıl qayda, işarələmisən, bitirmisən, vaxtın bol qalıb, geniş qalıb, təzədən qayıdıb bir də variantları dəyişmə. Çünki sən o işarələdiyin variantları təmiz beyinlə, açıq beyinlə işarələmisən. Amma artıq sən yorğun beyinlə 60 suala baxandan sonra qayıdıb variant dəyişdirəndə sən o variantı bil ki, düz olanı səhvlə dəyişdirmiş olursan. Yenə də bugünkü çıxan müəllimlərdən biri, misal üçün 17 düz yazanımız var, digər yüksək bal yazanımız, 18 düz yazanımız var. Yəni, qeyd edir ki, mən sonda 3 sualımı dəyişdim. Dəyişməsəydim onlar da düz çıxacaqdı. 2 sualımı dəyişdim. Dəyişməsəm onlar da düz çıxacaqdı. Ona görə də buna da diqqət eləyin, əməl eləyin. Qarşıda imtahan verən hər bir kəsə bir daha uğurlar diləyirəm. Ən xeyirlisi olsun sizin üçün. Qorxulu bir şey yoxdur. Mənim işlətdiyim sınaqlardan görürsünüz ki, qat-qat asan suallardır. Zaten mən deyirdim ki, biz çətin işləyirik ki, orada suallar bizə su içimi kimi asan gəlsin. Nə demişik, nə işləmişik, ümumi sınaqlarımızda hansı situasiyalardırsa çox oxşar, hətta birə-bir eynisi belə gəlib imtahana düşübdü. 21 ümumi sınağı işlətmişim. İzahı ilə bir yerdə kim izahlarına baxmayıbsa, vaxt azdır deyə heç olmasa 20-dən, daha doğrusu 15-dən başlayaraq 21 də daxil olmaqla sürətli şəkildə 2x-lə onların izahlarına baxsın, başa düşə bilirsə və e, deyəcəyim bu qədər. Orada nədirsə, nə öyrətmişəm, nə qeyd etmişəm, nə demişəmsə, hamısı məhz ondan ibarətdir. Allaha əmanət olun, yaxşı baxın özünüzə. Bu videonu YouTube-da hamıya açıq qoyacağam ki, digərləri də faydalansın. Yəni siz də ixtisas qruplarınıza, yoldaşlarınıza, dostlarınıza, müəllimlərə rahatlıqla göndərə bilərsiniz bu videonu, paylaşa bilərsiniz hər yerdə.